Son günlər bir çox vətəndaşlara Dövlət Vergi Xidmətinin adından evlərin kirayə haqqından ödənilən vergi dərəcəsinin azaldılması ilə bağlı bildirişlər göndərilir. Sözügedən bildirişlərin məzmunu isə bu şəkildədir. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayə verilməsindən əldə olunan gəlirlərdən tutulan vergi dərəcəsi 14%-dən 10%-ə endirilmişdir. Sözügedən məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı hər hansı bir narahatlığa əsas yoxdur. Məqsəd daha çox insanın bununla bağlı məlumat almasını təmin etməkdir. Məqsəd ödəyicilərin mütəmadi və kütləvi şəkildə məlumatlandırılmasını həyata keçirməkdir. Qeyd eləyək ki, bu il yanvarın 1-dən evini kirayə verən şəxslərin kirayə haqqından ödəyəcəyi verginin məbləği 14%-dən 10%-ədək azaldılıb. Verginin azaldılması ilə yanaşı, onun ödənməsindən yayınmağa görə cərmələr də artırılıb. Vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin vaxtında verilməməsinə görə 200 manat məbləğində cərmə tətbiq edilir. Əvvəllər bu məbləğ cəmi 40 manat olub. Evini kirayə verən şəxs vergi qeydiyyatına durmaqdan yayınarsa, daha ciddi maliyyə məsuliyyəti ilə üzləşir. Mütəxəssislər bildirirlər ki, vergi dərəcəsinin azaldılması bazarın leqallaşdırılması baxımından mühüm addım sayılsa da, praktiki tətbiqdə müəyyən çətinliklər qalmaqdadır. İnsanlar vergidən yayınmağa başlayır. Bir digər problem sənədsiz evlərin olmasıdır. Bu isə mexanizmin özündə problemin olmasından qaynaqlanır. İnzibati yollarla, polislə, sahə inspektorları ilə, cərmələrlə bunu müəyyən qədər yaxşılaşdırmaq mümkündür, amma bu dayanıqlı deyil. Bir müddət sonra bu aktuallığını itirəcək, yenə də insanlar ödəməməyə başlayacaq. Bunun ən doğru yolu ondan ibarətdir ki, dövlət qurumlarımız şəffaf şəkildə açıqlamalıdırlar ki, hal-hazırda kirayələrdən rəqəm olaraq nə qədər vergi toplayırlar və nə qədər insanın kirayə müqaviləsi var. 18-ci ildə kirayə müqaviləsinin sayı bir saytda açıqlanmışdı, 6-7 min ədəd idi. Düşünürəm ki, bu da dövlət qurumları tərəfindən ezam olunan şəxslərin müqavilələridir. Mütəxəssislərin fikrincə, kirayə bazarında aparılan dəyişikliklər uzun müddətli dövrdə daha şəffaf və nəzarət olunan sistemin formalaşmasına xidmət edir. Bununla belə, mövcud problemlərin, xüsusilə sənədsiz əmlak məsələsinin həlli bu prosesin effektivliyində əsas rol oynayacaq. Hazırda isə əsas məqsəd yeni qaydalar barədə məlumatlılığın artırılması və kirayə münasibətlərinin mərhələli şəkildə rəsmi müstəviyə keçirilməsidir.